Salam əziz tamaşaçılar. Bu yer göstərdiyim yer tarixi dərə hamamıdır. Şəkidə yerləşir. Ciddi şəkildə restavrasiyaya ehtiyacı var. Qədimdə işlənib, təyinatı üzrə yaxşı hamam olub. İsti, təmiz, səliqəli hamam olub. Hal-hazırda bu cür vəziyyətdədir. Dövlət qoruma altına almağına alıb, amma ya maliyyə çatışmazlığıdır, ya hər hansısa bir plana riayət eləyirlər, plan üzrə təmir bərpa işləri görürlər. Yəni Şəkidə bir çox yerlər restavrasiya olunur, bərpa işləri görülür. Ona görə də ehtimal eləyirəm, güman eləyirəm və ümid eləyirəm ki, növbə burada çatacaq və tam uçmamış, dağılmamış bərpa olunacaq. Təyinatı üzrə istifadə olunmasa da heç olmasa tarixi abidə kimi qalacaq. Yerli turistlər, xarici turistlər gəlib baxacaq. Düzdür, xarici turistlər gəlib baxır. Sonra da soruşurlar. İzah da eləmək olmur ki, nəyə görə belədir. Allaha təvəkkül. İnşallah buralar təmir olunar, bərpa olunar, restavrasiya olunar və xalq gəlib baxar. Mənzərəli yerdə yerləşir. Çox tarixi, qədim tarixi olan yerlərdir. Bu qədər.